Fason Radyo. Merhaba değerli dinleyicilerimiz. Bugün 11 Nisan 2026 Cumartesi. Bakü stüdyosundan herkese merhaba. Fason Radyo'da Azerbaycan'dan haberler programına hoş geldiniz. Ben Özlem. Ben de Ali. Bütün dinleyicilerimizi salamlayıram. Ali, bugünkü notlara şöyle bir göz gezdirdim de ilk haber oldukça umut verici. Ermenistan ile Azerbaycan arasında bir ilk yaşanmış. Nedir bu karayolu meselesi? Bəli, Özlem Hanım. Bu normallaşma prosesində həqiqətən də önəmli bir addımdır. BBC Azəricənin xəbərinə görə, Sülh Körpüsü təşəbbüsü çərçivəsində Qəbələdə keçirilən görüşlər üçün Ermənistandan gələn mütəxəssislər ilk dəfə olaraq quru yolu ilə Azərbaycana daxil olublar. Harika bir gelişme. Küçük adımlar gibi görünse de barış için atılan her adım çok kıymetli. Notlarda ikinci sırada Şuşa'ya giden yeni yolla ilgili bir haber var. Yol ücretli olmuş ve bu biraz tepki çekmiş galiba. Nazirlər Kabinetinin qərarı ilə işğaldan azad edilmiş ərazilərdə inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu ödənişli olub. Şuşa, Qarabağın simvol şəhəri olduğu üçün bu qərar sosial mediada bəzi müzakirələrə səbəb oldu. Vallahi bu ücretli yol hikayesi bana hiç yabancı gelmedi. Bizde de her yeni yapılan otoyol, köprü sanki ücretli olmak zorundaymış gibi. Alıştık artık. Şimdi biraz daha ciddi bir konuya geçelim. Göygöl'de bir askerin vefatı ile ilgili üzücü bir haber var. Ailesinin şüpheleri varmış. Bəli, bu xəbərin mənbəyi Azadlıq Radiosudur, yəni müxalif bir media orqanıdır. Göygöl sakini Mir Kamal Cabbarov hərbi xidmətə başladıqdan cəmi bir ay sonra dünyasını dəyişib. Dövlət Sərhəd Xidməti əskərin Sətəlcəmdən vəfat etdiyini açıqlayıb. Amma ailəsi deyir ki, biz oğlumuzu orduya sağlam vermişdik. Ölüm səbəbi ilə bağlı şübhələri var. Sətəlcəm. Zatürre olmalı değil mi? Bəli, tamamilə doğrudur. Biz Sətəlcəm deyirik. Anladım. Çok acı bir durum. Umarım gerçekler bir an önce ortaya çıkar. Notlarda yine Azadlık Radyosu kaynaklı bir başka haber daha var. Nahçıvan'da Ombudsman Kurumu lağvedilmiş. Bu ne anlama geliyor tam olarak? Bu o deməkdir ki, Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının qorunması ilə məşğul olan Ombudsman, yəni İnsan Hüquqları üzrə Müvəkkil İnstitutu ləğv edilib. Bundan sonra Naxçıvandan olan şikayətlərə birbaşa Azərbaycanın əsas ombudsman aparatı baxacaq. Yani yetki tek bir merkezde toplanıyor. Anlaşıldı. Bu kadar ciddi haberden sonra biraz da sosyal hayata bakalım. D.Az'ın haberine göre arabada yüksek sesle müzik dinleyenlere ceza kesilecekmiş. Bəli, avtomobillərində yüksək səslə musiqi qoşaraq ətrafı narahat edən sürücülərə qarşı nəzarət artırılıb. Xüsusilə gecə saatlarında insanların dincliyini pozan sürücülər inzibati cərimə ilə cəzalandırılacaq. Bu yasa bizde de var ama uygulansa herhalde hazineye ciddi bir gelir kapısı olurdu. Ali, bugünkü detaylı notlar için yine çok teşekkürler. Mən təşəkkür edirəm Özlem. Fason Radyo'da Azerbaycan'dan haberlerin bugünlük sonuna geldik. Yarın yine aynı saatte buluşmak üzere, hoşça kalın. Fason Radyo.